Ay millət, bu metroda qalxıb düşəndə bir-birinizin aranızda məsafə saxlayın. Lazım deyil bir-birinin dalına keçmək. Başa düşürsünüz? Adamların arasında məsafə olmalıdır. Sol tərəfi boş saxlamaq lazımdır. Bir dənə məsələ, bu metro istifadə eləyəndə, gedəndə, əsasən də yay aylarında unutmayın ki, heç olmazsa hərdən çimmək lazımdır. Yəni çiməndən sonra da bu əlinizi qaldırıb belə tutursunuz orada. Qoltuğunuzun altı üçün dükanlarda müəyyən antiperspirant adlanan bir məhsullar satılır. Əgər ona imkanınız çatmırsa, mən sizə ləzzətli bir dənə bir sposob deyim, bir usul deyim. Götürürsünüz adi sodanı çiməndən sonra su ilə qaçdırırsınız, sürtürsünüz bax buralarınıza. Onda da mənə kimisi sizin yanınızda duranda boğulmayacaq. Qəlbdən qəlbə bu qədər.